Futoşiki suallarına baxırıq. Bu suallarda mahiyyət nədən ibarətdir, nə etmək lazımdır, onlara nəzər yetirəcəyik. Xanalarda ədədləri elə yazmaq lazımdır ki, böyük kiçik işarələrin tələblərinə riayət olunsun. Yəni cədvəlin daxilinə, məsəl üçün 4-ün 4-də bir cədvəldirsə, 1-dən 4-ə qədər 1, 2, 3, 4 ədədlərini elə sıralamaq lazımdır ki, burada da sətr sütun üzrə heç bir təkrarlanma halı baş verməsin və böyük kiçik işarələri düzgün formada alınsın. Bu sualları işləyəndə nə etməliyik? Həmişə ən kiçik və ən böyük ədədləri yazmalıyıq. Hal-hazırda bizdə cədvəl 4-ün 4-də də deyə, bu futoşki. 1-dən 4-ə qədər ədədləri yazmalıyam. Cədvəlin daxilində elə etməliyəm ki, ilk öncə 1 və 4-lərin yerini tapım. 1 və 4-lərin yerini tapmaq necə olur bəs? Çünki bilirik ki, 1 istənilən ədəddən kiçikdir. Və 1-in ətrafında bütün oxlar bu formada olmalıdır. 1-in ətrafında hər hansısa ox bu formada ola bilməz. Həmçinin də 4-ün ətrafında bəs nə olmalıdır? 4-ün ətrafında bütün böyük kiçik işarələri özünə doğru baxmalıdır. 4-ə doğru, yəni 4 burada yazılan istənilən bir ədəddən böyükdür. Başlayıram indi cədvələ. Məsələn, 1-in yerini axtarıram. 1-i mən bura yaza bilərəmmi? 1 nədənsə böyükdür, olmaz. 1-i bura yaza bilərəmmi? Olmaz, çünki yenə də nədənsə böyükdür. 1-i bura da yaza bilmirəm, çünki 1 nədən böyükdür ki? Əlimizdə olan heç bir rəqəmdən böyük deyil. Onda 1-i yaza biləcəyim yeganə yer bura oldu. İndi keçirəm ikinci sətirdə 1-i axtarmağa. 1-i bura yaza bilmirəm, çünki böyükdür işarəsi var. 1-i bura yazmaq olar. Bura zaten yaza bilmirəm artıq. 1-i bura yazmaq olar, çünki bütün oxlar özündən geriyə gedir. Demək, 1-i yaza biləcəyim 2 dənə yer var hələ ki. Məlum deyil bunlar, tam qalsın bunlar. Keçirəm 3-cü sətirdə. 1-i yaza bilmərəm bura. Yaza bilərəm bura. Yaza bilmərik bura. Bura yaza bilərik amma. Deməli, yaza biləcəyim 2 dənə yer var. Bu ikisidir. Sonuncuya baxıram. 1-i yaza bilərəmmi bura? Bura yaza bilmirəm. Bura da yaza bilmirəm, çünki böyük işarəsi var. Bura yaza bilmirəm, çünki yenə böyük işarəsi var. 1-i yazacağım bura. 1-i avtomatik bura yazandan sonra nə baş verir? 1-i bura yazandan sonra bu tərəfə yaza bilmirəm deyə artıq gətirib bura yazıram. İndi 4-ün yerini axtaraq. Hələ ki 3-cü sətirdə 1-in yerini tapmaq tam mümkün deyil. Keçək nəyə? 4-ün yerini tapmağa. 4-ü hara yaza bilərəm? 4-ü bura yaza bilərəmmi? Xeyr, çünki özündən böyük nəsə var. Axı 4-də bütün oxlar özünə baxmalıydı. Ona görə 4-ü bura yaza bilmirəm. 4-ü bura da yaza bilməyəcəm. Ona 4-ü hara yazmalıyam? Ən sonuncuya. Artıq 1-4-ü tapandan sonra 2-3-ü tapmaq rahat olur. 3 böyükdür nədən? 2-dən yazıram. 3-dən böyük ədəd axtarıram. Bu təbii ki olacaq 4. 4, 1, ikinci sətrə baxanda 4, 1 var. 3 ilə 2 çatışmır. Böyük işarəsinə nəzər yetirsək 3, 2-ni bura yazacağım. 4-cü sütunda 4, 2, 1 var. Burada 3 yazmalıyam. Burada 1, 3 bu sütunda. 2 ilə 4 çatışmır. Onda 4-ü bura yazaram. 2-ni də bura yazaram. 2, 1, 3 və 4 çatışmır. 4-ü bura, 3-ü bura yazaram. 2-ni bura, 1-i də bura yazmış olaraq və bu formada cədvəli doldurduq. Bizdən nəyin soruşur? A-nın və B-nin qiyməti. A-nın yerinə 4, B-nin yerinə 1 almış olduq. Cəm də edir 5. Yəni bu formada. Qeyd elədiyim kimi futoşkidə nə etməliyik? Böyük kiçik tələblərinə riayət etməliyik. Və əsas ipucumuz ən kiçiyin və ən böyüyün yerini axtarmaqdır. Çünki ən kiçikdə oxlar həmişə belə olur. Ən böyükdə istəyir 5 olsun, istəyir 4 olsun, nəsə istənilən bir ədəd olsun. Həmişə oxlar özünə doğru baxacaq bu formada. Keçək məsələn 17-yə. Bəzən burada cədvəl daxilində müəyyən ipucularımız olur. Onlar nədir bəs? Ancaq böyük işarəsi qoyulursa və yaxud da ki, ancaq kiçik işarələri qoyulursa. Görün, burada 2 dənə yerdə ipucu var. Biri burada, biri də burada. Əgər 4 dənə xanadakı rəqəmlər biri digərindən ardıcıl olaraq böyükdürsə, onda mən bura avtomatik 4, böyük 3, böyük 2, böyük 1 yaza bilərəm. Həmçinin burada da 4, 3, 2 və 1 yazaram.
2-dən böyük. Artıq bundan sonra cavab çıxır. 2-dən böyük nə var? 3 var. 3-dən böyük 4 var. 2 dənədən böyükdür 1-dən. Bu cədvəlin daxilində məsəl üçün bu hissəyə bir dənə nəzər yetirsək, baxın, bu da bizə elə bir ardıcıllıq verir. Ardıcıl olaraq böyük. Burada gətirib 1, 2, 3, 4 yazırıq. Sonra elə eynisi burada da var. Böyük işarəsi, böyük işarəsi. İndi burada gətirib 2 yazmalıyam. 1, 2, 3, 4. Burada 1 çatışmır. 3 ilə 2, 3'ü bura, 2'ni bura yazıram. 2, 1, 4 və 3 çatışmır. B'nin yerinə 4 bura yazıram. 3. Bu sütunda 3, 1, 2 varsa 4 çatışmır. Onu da yazdıq bura. Yəni cədvəlimizi bu formada tamamlayırıq. Yenə də A ilə B'nin cəmi soruşur. B olur 4, A olur neçə? 1. 4 ilə 1'in cəmi oldu 5. 18 də o tipdədir. 19 da hər biri o tipdədir. Məsəl üçün 20'ye deyim, ən sonda 21'də. 21'də nə olacaq? Onu deyərik. 20-ci sualda yenə görürəm ki, burada belə bir işarə var. Yenə 4, 3, 2, 1 olmalıdır. Daha sonra 3 böyükdür. Nədən? 4 yaza bilərəmmi bura? Daha doğrusu 1 və yaxud da ki 2 yaza bilərəm yerinə yazmağa. 1 yaza bilmirəm. Çünki 1 nədənsə böyükdür, olmur. Bura 2 yazmalıyam. Bura 1 yazıram. Burada 4 və yaxud da ki 3 yazmalıyam. Təbii ki, bu birisindən böyükdürsə 4 bura, 3 bura yazılmalıdır. İndi bu sütuna baxıram. 4, 2, 3 və 1 qalıb. Böyük işarəsinə nəzər yetirsəm, təbii ki 3 burada, 1 burada olacaq. Bu sonuncu sütunda 3, 1, 2 ilə 4 qalıb. Böyük işarəsinə nəzər yetirsəm, 4 2-dən böyük olur. Sonra bu sütuna baxıram, birinci sütuna. 1, 4, 2 ilə 3 qalıb. 3 böyükdür 2 olacaq. 2 nədən böyükdür? 1-dən. Bu sütunda 2, 3, 1 var. 4 çatışmır. 4'ü də yazdıq bura. A'nın yerinə 1, B'nin yerinə 1 düşdü. Onların da cəmi eləyir 2. Və ən sonda 21'də. Bəzən cədvəl daxilində, baxın, bunların aralarında böyük kiçik işarələri bütün hamısı verilmir. Sadəcə bir neçəsi verilir. Və o bir neçəsinə görə də biz cədvəli tamamlamalıyıq. Bu zaman nə edirik bəs? İndi bu işarələrdən kömək almaqla cədvəlimizi doldurmağa çalışaq. Baxıram ki, 3 dənə ard-arda çikdir işarəsi var. Onu da 4, 3, 2, 1 formasında yaza bilərəm də. 4, 3, 2 və 1. İndi bu sütuna baxanda 1 var, 2 var. 3 ilə 4 çatışmır. Böyükdür işarəsi buradadır. Deməli 4 buradadır, 3 də buradadır. Və 3'dən böyük bura nə yazılmalıdır? Təbii ki 4. İndi bu sütuna baxıram. 3 var, 4 var. 1 ilə 2 çatışmır. 1'i bura yaza bilmirəm, çünki sətrində 1 var. 2'ni bura yazmalıyam. 1'i də bura yazmalıyam. Bu sətirdə 2, 3, 4 var. 1 çatışmır. 1'i də yazıram bura. Birinci sətirdə 1 var, 2 var. 3 ilə 4 çatışmır. 4'ü bura yaza bilmirəm deyə 3'ü bura yazıram. 4'ü də gətirib bura yazıram. Birinci sütunda 4 var, 1 var. 2 ilə 3 çatışmır. 3'ü bura yaza bilmirəm deyə 3'ü bura yazıram. 2'ni də bura yazıram. Axırıncı sətirdə 2, 3, 4, 1. Ondan əvvəlki sətirdə 3-cüdə 3, 4, 1. Burada yazılmalıdır 2. Yəni bu formada biz sadəcə bu hissədən kömək almaqla və bu hissədən kömək almaqla cədvəlimizi bütövlükdə doldurduq. ABC-nin yerinə yazılan ədədləri soruşur. A 4'dür, B 1'dir, C də 4'dür. Toplamı bizə verir 9. Doğru cavab olacaq A variantı.